Herkese salam dostlar. Bu günləri sizə OTK-yə hazırlıq üçün qrammer suallarını keçəcəm, izah edəcəm. İlk öncə gəlin burada. Başlayaq elə 7-ci sualla. İlk öncə qaydalar da baxacağıq. If-dən sonra və gələ bilməz, will gələ bilməz və would gələ bilməz. B variantı gedəcək, A variantı gedəcək. Burada will work var. Deməli, mən bu tərəfə verməliyəm nə? İndiki sadə zaman. Həmfikirlikdə yəqin ki, deyir, işləyəcək yağış yağmasa. Yəni, Y variantı. Başlayaq, 7-ci suala keçək. Dad used to a knife. A knife keçir qabağa, keçmiş zamanda olacaq. Was used to, yəni cavab olacaq C variantı. Baxaq 9-dan 10-a. 9-da burada özündən sonra to gəlir. Buna fikir vermək lazımdır. B səhvdir. Və yet mənə deyir ki, indiki bitmiş ver. Hələ bununla yetməmiş kimi ipilusda bunu şeydə ver. İnkarda. Yəni Y variantı. Ona baxaq. Played great role. Burada ismi birləşmə olduğuna görə E artiklı verəcəm. Of-a görə burada Z artiklı verəcəm. As, yenə burada of var. Yenə bu tərəflərə Z və Z artikllar verəcəm. Onun cavabı olacaq B variantı. 11-ci suala baxaq, baxış eləyək. Görək 11-də nə deyir? 11-də bizə deyir ki, 6 weeks. Burada necə olmalı idi? Bu cəmdə olmalı idi. Bir səhvdir. Some days. Some'dan sonra nə gəlməlidir? Cəm. Və yaxud da nə gəlməlidir? Sayılmayan tək isim. 2-də getdik. Bir ikinci alsaq. A month 3 düzdür. Few'dan years nə də gəlməlidir? Sadəcə bu gəlməlidir. Bu hissə olmamalıdır. Burada deyəsən bir dənə səhv düşüb. Ona görə cavabımız ümumiyyətlə 3-5 olacaq. Yəni Y variantı. 12-yə baxırıq. 12 tipli suallar çox maraqlı olmalıdır. Çünki have həm köməkçi feil kimi özü ola bilər, have ola bilər. Həm də do, does kimi ola bilər. Əgər have-dən sonra P2 gələcəksə, bu zaman elə köməkçi feili have, has-lə olacaq. Yox, have-dən sonra ya to gələrsə, yəni kömək modal feil kimi, ya da have-dən sonra isim, artikellı ismi birləşmə falan gələrsə, burada artikel olmaya da bilər. Bu zaman isə elə do, does, did-lə düzələcək. Amma burada gördüyünüz kimi olacaq don't you. Yəni çünki var baş ağrım, pis baş ağrım deyir var. Baxaq 13-cə suala. 13-cü sualda biz bilmək lazımdır ki, 13 tipli sualda 13 tipli sualda bilmək lazımdır ki, gerund nə zaman işlənir? Gerund 2 halda işlənə bilər. 1, yiyəlik haldan sonra 2 isə söz öndən sonra. Burada sadəcə bilmək, burada yiyəlik hal həmçinin yiyəlik əvəzliyindən də sonra. Burada da var about losing, cavab olacaq B variantı. Baxaq bu suala. 14. 14-də deyir, çoxlu külək var bugün. Çöldə güclü külək var. Bir tərəfə it is verəcəyik. Bir tərəfə isə there is. Wind sözdə sayılığına görə E artiklı verəcəyik. Onun cavabı olacaq B.
A friend of. Burada zeyirdən sonra isim gəlməli idi. Özündən sonra burada artikel gəlir. Fiili halda sonra artikel olmaz. V-dən sonra xəbər gəlməli idi. Y variantı da olmaz. Olacaq his, him. Ona deyib kitab verdi. 16. Cəm simlər istəyir. Reindeer deyə bir şey bəncə yoxdur. Yəni bu reindeer olmalı idi. A variantı getdi. Scissors, oxen, woman. Elə canımız olacaq B variantı. Sonra ikisi ilə qutaranlar olmaz. Children, postman, man, driver. Burada men olmalı idi. Belə. Bu da belə getdiyinə görə baxaq 17-yə. 17-də cümlə bu şəkildə. Ya the students-dən başlaya bilər, ya da all the letters-dən. 4-lə başlayan yoxdur deyə mən all the letters-dən başladım. All the letters. Sonra biz xəbər verək, swap-ı qoruyaq da burada. Xəbər verək will be able to. Will be able to answer. The students. Bu da olacaq 5, 3, 6, 2, 1, 4. Yəni B variantı. 18, zən var. Ona görə cavab olacaq C. Y variantı. Baxaq. 19-cu suala. İlk öncə baxaq. Bu headquarters nə deməkdir? Qərargah. Obez artıq çəkilir. Ondan sonra asan sözlərdən gedək. Assume. Assume güman etmək. Betray də deməkdir xəyanət. Persuade nə idi? Hə, inandırmaq. Yadıma düşdü. İndi bu halda nə olacaq? Birə nə olur? Birə D. Qərargah binalar da 2-yə C. Birə D 2-yə C. 3 olacaq B. 4 olacaq A. 5 olacaq Y. Bu da olacaq C variantı. Bizdən antonim istəyir. Immense böyük. Tiny kiçik. Bu ikisi də uğur deməkdir. Holy dini. Worldly dünyəvi. Burada cavab olacaq 1-3. Baxaq 21-ci suala. What a pity your friend couldn't came. A pity your friend. Bu doğru gəlməyib. Çünki what stop it olmaz. A clever boy you are. C variantı düzdür da. How can you get? Bunlar sual cümləsi yaradır. Ona görə olmaz. News sözündən də an article işlənməz. 22. My students are rarely. Əgər rarely varsa bir cümlədə, deməli cümləmiz nədir? İnkar. Və bilmək lazımdır ki, nədir? Ardı. Solar getdi. Du getdi, du getdi. Cavabımız olacaq C variantı. Bu belə. İndi başlayaq ikinci suala, bu sınağa.
7-ci sualdan davam edək. Raise qaldırmaq deməkdir, yüksəltmək. Bu mənası var, yüksəltmək. Yəni yüksəltmək məncə olacaq bir şeyi qaldırmaq. Ona görə cavab olacaq 1-ə B. Bu yüksəlmək deməkdir, yəni yuxarı qalxmaq. 2C. Praise tərifləməkdir, kimsə bəyənməkdir. 1B, 2C, 3A. O da var Y variantında. Baxaq 8-ə. Bu sadə sualdır ki, wait for ilə işlənir. Ətcə basılıb şeyin yanında, dayanacağın yanında. B. Complete sentence sualdır. Everything var. Deməli nədir? Cansız. Və aydan varsa, deməli biz burada tək xəbər qoymalıyıq. Ümumiyyətlə aydan yox, everything sözü biz bilmək lazımdır ki, törəmələr tək xəbərlə uzlaşır. Onu da yadımızda saxlayaq. What ümumiyyətlə bu qaydada yoxdur. Which interests kəş olsaydı, getdi. Cavabımız olacaq D variantı. Burada you didn't any olacaq cavab. Bir də özündən sonra to gəlməlidir. 4, yəni 1, 4 olacaq. Çünki əsas feil. Yox. Əsas feil olsaydı, burada do olardı. Do, does və s. Yəni belə olardı. Don't need to, nə bilim, do. Bu şəkildə olardı. 4 getsin. Clean the window. Deyil, onun ehtiyacı yoxdur. Çatla. Yəni bu sualda məncə biraz qarışıqlıq var deyə çox üstünə getməyəcəm. 11. Children səhvdir, 1 getdi. Few weeks cəmdir, düzdür. 3-dən sonra bu cəmlənməli idi. Getdi. 1 üçgəl çıxaq. B variantı doğrudur. 12. While'dan sonra 2 dənə keçmiş davam etdiyi zaman cavabımız olacaq D. Demək, baxaq, burada gözümüzə nə çarpır? Didlə married olmaz, B getdi. Who did you say got? Olmalıdır get. Getdi. What did you come me with? Why didn't do? Köməkçi feillə əsas feil yanaşı gəlməz. Which film didlə watch da olmaz, ada getdi. Cavab olacaq D variantı. My doctor's appointment nə bilim nə. Will leave right now. Haven't olmalıydı. Out'un olmalıydı. Deyir, mənə 5 dəqiqə verir. Biz çıxmalıyıq. Deyir, now da varsa, indiki zaman olacaq. B variantı. Bu çox sadə sualdır. Bu sualı mən haradasa da görmüşəm. Chris had. Bax, bu demək deyək ki, baxaq, Hans deyə bir adam var. Bu belə də ola bilər. Bu belə də ola bilər. Hər ikisi ola bilər. Onun CD düzdür. Bu necə olmalıydı? Bu şəkildə. Deməli, mother in law sözlərində, yəni bu tip sözlərdə bildik də, apostrof S sona gəlməlidir. Ona görə, yəni səhv variant Y-dir. Baxaq 16-ya. Burada deyir, o çox geniş deyil, wide enough. D variantı. Deyir, etiraz etmirsən ki, pəncərəni açsın, A variantı.
interrogative. Had they got? Do you have got? Have got. Yanaş gəlməz. Have they to? Belə bir sual cümləsi yoxdur. Burada istifadə olunmalıdır do və yaxud da does. Keçmişdə isə did. Did they have to? Did they have to? Aha. Burada sold olmaz. Getdi. A da getdi. Bu temaya görə cavab olacaq D variantı. Son suallar qaldı. Bu suallar da artıq sadə tip suallar olduğuna görə özünüz baxarsınız. Sağ olun, salamat qalın.